problemi var. Varikoz problemi var. Orada ayaqlarda ödem, əllərdə də ödem var. Oynaqlarınız ağrıyırmı? Sümükləriniz, barmaqlar, ayaq və s. Bu analizləri gətirmişsiniz, baxıram. Qanınız normativdədir, hemoqlobin normaldır, heç bir orada dəyişiklik yoxdur, göstəricilər hamısı normativdir. Gəldik bu analizlərimizə. Burada maqnezium yetərsizliyi var. Burada belə olan halda pasientdə ürək çırpıntısı, həyəcan, bu kimi problemlər yaşayırıq. D vitamini əksikliğiniz var, məsəl üçün. Digər göstəricilər hamısı normaldır, amma bu bizim analizlər yetərsizdir. Bir tərəfdən də baxın, CRP-niz çox yüksəkdir. Demək ki, biz yoxlamalıyıq həm şəkəri, həm insulini, həm tiroid analizlərimizi, UZI-yə həm baxmalıyıq, qalxına bənzər və s. Yəqin ki, sizin bununla da bağlı probleminiz çıxa bilər. Çünki burada yəni şəkərlə bağlı belə analiziniz yetərsizdir. Ona görə də kontrolda belə, məsəl üçün, köhnə analizləri gətirəndə yaxşıdır. Heç olmasa pasiyenti bilirik, məlumat alırıq, əvvəldə nə ki, analiz toplamış oluruq. Daha sonra, məsələn, indi digərlərini də verərik, cavablar çıxsın, ondan sonra sizə müalicə yazacağım, amma qoysam hamısı yaxşı olacaq. Bir həftədə özü çox gümrah hiss edəcəksiniz.